Salam benim kanalımın izleyicileri, düşünebilen təbəqə. Her gün her bir ağıllı insanda 2 dənə genetika deyim, gen yaddaşı deyim, mübarizə aparır. Bunlardan biri meymun deyəcəm, indi acıqlarına gələcək, primatlardan. Bizim meymun deyəndə acığımıza gəlməsin. Bütün arxeoloji qazıntılar göstərir ki, yəni heç 100 min il yox, 40 min il bundan qabaq, 25 min il bundan qabaq üzü qırxılı, kostyumlu zatlı adam olmayıb. Bu qədər. Hər bir insanda hər gün 2 dənə yaddaş, genetik yaddaş vırışır. Birinin cəmi 11 min il yaşı var, şəhər həyatı yaranandan. Birinin isə min illərlə 1 milyon 700 min il yaşı var. Yəni bu bizim primat genetik yaddaşımızdır. Meymun deyəcəm, yenə əsəbləşməyin. Meymunlar neynir? Oynadı, güldü, getdi, quyruğundan sallandı, yedi, içdi, yatdı. Ondan sonra ovçuluq dövrü, mağara dövrü qaldı, yenə getdi, ov elədi, sərgüzəştlər, maraqlı. Gəldi bir də öz üçün rahat yer tapdı, yatdı. 11 min ildir şəhər yaranandan biz şəhər abstanovkasına uyğun hərəkətlər eləməliyik. Və elə bil ki, 2 dənə valyuta, 2 valyuta hər bir insanda daim mübarizə aparır. Valyutanın biri əleyhindəki puldur. Yəni sən 11 min ildir şəhər mühitindəsən. Bilirsən ki, bunu düzəltməsən bu əşyanı gedib bundan 5 manat verib almalısan. İqtisadi olaraq dərk eləyirsən. Və bunun zülümlü tərəfidir. Zülümlü tərəfidir. Digər tərəfdən, digər valyuta isə sənin canındır, rahatçılığındır, kayfundur. O primatlara, meymunlara aid olan hissə ki, şəhər olmayanda, 11 min il bundan öncə şəhər olmayanda nə idi? Ovçu idi, getdi, quşdan zaddan vurdu, bitçəydi, uzandı, mağaranın bölündə, ocağın qırağında yatdı, getdi, dağa baxdı, mənzərəyə baxdı. Və məhz sənin kayf aldığın, ləzzət aldığın bütün şeylər, gedirsən gözəl yerlərə, dağa, daşa, gülü iniyirsən. Həmən o 1 milyon 700 min il yaddaşla bağlı olan şeydir. 11 min ildirsə, səni şəhər mühitinə salıblar ki, yəni rozetkanı düzəld, unitası düzəld, bu qədər var olasın.